Avropanın yeni təkliflərinə inamımız yoxdur, amma dinləməyə hazırıq. Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Naziri Şurasının iclasında deyib. Tərəflər yaxın şərqdəki vəziyyət, Avropada təhlükəsizlik məsələləri, Əfqanistandan qaynaqlanan təhdidlər, eləcə də kiber təhlükəsizlik və pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələri barədə fikir mübadiləsi aparıblar. Əgər Avropa İttifaqı münaqişənin həllinə həqiqətən kömək etmək istəsəydi, bunun üçün kifayət qədər imkanları var idi. Lakin həmin imkanların hamısı boşa verildi. Biz dialoqdan heç vaxt imtina etməmişik və qarşı tərəfin təkliflərini dinləməyə hazırıq. Ancaq indiki Avropa liderlərinin bəyanatları fonunda konstruktiv yanaşma görmək çətindir. Buna baxmayaraq onların nə deyəcəyini dinləyəcəyik. Bundan əlavə Sergey Lavrov Ermənistandakı seçki prosesinə də münasibət bildirib. O, iyunun 7-sində keçirilən parlament seçkisi çərçivəsində Ararat Mirzoyanın KTMT ilə bağlı səsləndirdiyi biz iştirak etmədiyimiz üçün üzvlük haqlarını ödəmiriklə bağlı fikirlərinə dair sualları cavablandırıb. Həmçinin beynəlxalq ictimaiyyətin Avropa İttifaqının Ukrayna böhranında ön plana çıxmağa çalışdığını izlədiyini bildirib. Qeyd edib ki, onlar Ukraynadakı vəziyyəti öz baxışlarına uyğun həll etməyə və daha geniş mənada beynəlxalq arenada öz nüfuzlarını artırmağa cəhd göstərirlər. Bugün biz bu vəziyyətdə nə etməli olduğumuzu müzakirə etdik. Ermənistan artıq 2 ildən çoxdur ki, KTMT büdcəsinə ödənişlər üzrə borcludur. Bu, KTMT nizamnaməsində nəzərdə tutulan bir vəziyyətdir. Bugün biz müvafiq maddənin tətbiqi imkanını araşdırmaq barədə razılığa gəldik. Bununla yanaşı Böyük Britaniya, Fransa və Almaniyanın səfirləri Xarici İşlər Nazirliyində mənim müavinimlə görüşmək üçün müraciət ediblər. Biz onlarla görüşəcəyik və nə demək istədiklərini dinləyəcəyik. Maraqlıdır, görək onlar öz mövqelərini hansı formada təqdim edəcəklər ki, bundan hansısa konstruktiv ideya yaransın. Bununla yanaşı Sergey Lavrov bildirib ki, Avropa ölkələrinin mümkün təşəbbüslərinə münasibətdən nikbin deyil. Qeyd edib ki, Rusiya təqdim olunacaq təklifləri dinləməyə hazır olsa da, onların əvvəllər səsləndirilən mövqedən fərqlənəcəyinə ciddi şübhə ilə yanaşır. Lavrov deyib ki, Londonda Volodymyr Zelenskinin iştirakı ilə qəbul edilən sənəddə Rusiyanın faktiki kapitulyasiyasını nəzərdə tutan yanaşma əks olunub. Moskva eşidəcəyi təkliflərin həqiqətən ciddi təşəbbüs, yoxsa Kiyev hakimiyyətinə dəstəyi davam etdirmək cəhdi olduğunu müəyyənləşdirməlidir. Onun sözlərinə görə praktiki baxımdan belə ideyaları nəzərə almağı məqsədə uyğun hesab etmir. Avropa ölkələrinin bu cür addımları onların mövqeyini və yanaşmasını daha yaxşı anlamağa imkan verir.